Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanlarımızdan biri də şəhid Qəfərli Amin Rasimoğludur. 22 yanvar 2001-ci ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində anadan olmuşdu. Əslən Zəngilan rayonu Zərnəli kəndindəndir. 2010-cu ildə şəhid Emin Əliyev adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2021-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdi. 8 aprel 2022-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və en saylı hərbi hissədə qulluq etmişdi. Xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı olan qəhrəman şəhidimiz 2022-ci ildə sentyabrın 12-sindən 13-nə keçən gecə qisasa qisas əməliyyatında Kəlbəcərdə 18 yaşında şəhidlik mərtəbəsinə yüksəlmişdi. Sentyabrın 15-də 2-ci fəxri xiyabanda dəfn olunmuşdu. 3-cü dərəcəli vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif olunmuşdu. Əziz şəhidimiz Qəfərli Amin Rasimoğlunun müqəddəs ruhu qarşısında baş əyirik. Şəhidin adı çəkiləndə zaman dayanır. Çünki o zamandan keçərək əbədiyyətə qovuşdu. Lay 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 lay, balam lay lay lay, solan gülüm ay lay lay. Ana şəhidin gəlir, başını dik tut ağlama, qara giyin yasını tut, ürəyini çox dağlama.